mühüm məsələlərdən bir məsələ, bilirik ki, Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, namazdan namaza günahların silinməsi, cümə namazından cüməyə günahların silinməsi, dəstəmaz aldıqda günahların silinməsi və oruc həmçinin ki, biz bilirik ki, Arafa orucu keçən il və indiki ilin, gələcək ilin günahların silinməsi və bu günahlar silinir. Hamısı günahlar silir. Yaxşı, namaz da sildi və dəstəmaz günahı sildi. Yaxşı, indi biz Arafa orucu tuturuqsa 2 ilin silinməsi, yəni nə qalır onda? Və alimlər deyirlər ki, cavab verirlər ki, bu uyğunluq. Yəni ola bilsin ki, səndəki olan namazın və dəstəmazın günahları silib və sənin günahın yoxdur. Günah olmadığın halda nə günah silir? Məsələn, Arafa orucu. Hansı günahlar silir? Və alimlər gətirirlər ki, buradakı artıq cavab odur ki, bunu etməklə sənin üçün əlavə həsənət, savab yazılır və əlavə olaraq dərəcələrin artır. Bu da qısa cavab odur ki, bizim etdiyimiz xeyir əməllər, günahlarımız olmasa belə bizim üçün bunlarla ibadətdə bizim üçün əlavə edilir həsənətlər və dərəcələrin artırılması. Necə ki, bunu alimlər bu məsələni qeyd edirlər.